Son vaxtlar ölkədə quşçuluq təsərrüfatlarına maraq xeyli artıb. Bunlardan biri də bildirçin təsərrüfatlarıdır. Cənub bölgəsində bu sahə ilə məşğul olan iri quşçuluq müəssisələri olmasa da, bəzi fermerlər kiçik təsərrüfatlarda bildirçin bəsləyirlər. Bildirçin bəslənilməsi gəlirli sahə olduğundan son vaxtlar təsərrüfatlarda bu sahə ilə məşğul olanların sayı artıb. Lənkəranlı fermer Rauf Mahmudov da belə təsərrüfat sahiblərindəndir. Onun təsərrüfatında hazırda 200-ə yaxın bildirçin var. Gündəlik bunların yumurtaları yığılır. Hər 5-6 gündən bir inkubator aparatına yığılır. 15-16 günə yumurtadan çıxır. 30-35 günə yetişir. 45-50 günə yumurtaya düşür. Rauf Mahmudovun sözlərinə görə bildirçin yumurtasının tərkibində olan müxtəlif maddələr A, B1 və B2 vitamini toyuq yumurtasında olan vitaminlərdən daha çoxdur. Bununla yanaşı bildirçin ətinin də insan üçün faydaları olduqca böyükdür. Amma fermer deyir ki, əhali arasında buna maraq azdır. Bir bildirçin yumurtası toyuq yumurtası ilə müqayisə eləyəndə bunun kalorisi, bunun mineralları 9 qat toyuq yumurtasından artıqdır. Bizim zonada əhalinin buna tələbatı yoxdur. Əgər alıcılıq qabiliyyəti çoxalsa, əgər bizdən tələb olunsa, hardasa bir 2 ay, 3 ay müddətinə biz bunu 10 minlərlə ədədə çatdıra bilərik. Diri çəkisi təxminən 200 qram olan bildirçinin yumurtası 10-15 qəpi, özü isə 1 manat 50 qəpi, 2 manat arasında alıcılara təklif olunur. Bildirçinin qidalanmasında isə təsərrüfat sahibləri əsasən minerallarla zəngin olan qidalardan istifadə edirlər. Biz çalışırıq qidalı yemdən əlavə də şüd, göyərti, belə şeylər təsərrüfatımızda yetişdiririk. Bunlara mütəmadi olaraq biz veririk. Bu sahə ilə 1 ilə yaxındır məşğul olan fermer gələcəkdə təsərrüfatını daha da genişləndirmək niyyətindədir. Elnur Ələkbərov, Elşən Əhmədov, Lənkəran.